Bəs Qarabağın heyətində səncə mövsümün ən yaxşı futbolçusu kim oldu? Bu mövsümdə yerli də ola bilər, əcnəbi də ola bilər. Mən elə düşünürəm ki, yəni Elvin pis təsir bağışlamadı. Hə. Tural Elvin. Bir də görürsən ki, Tural sağda oynayır. Yəni moment o bizi nəyə görə qoyur? O da girsin solla ya pas versin, ya udar versin, ya aradan versin. Yəni belə şey onun içəri girməyinə görə sol. Özdə o ən belə şey fiqurlardandır ya Qarabağ üçün o. Harda nə boşluq varsa elə onu hara boşluq yaxşı idi. Əslində o əla şeydir. Sən bir futbolçu 3 dənə yerdə oynayanda sənin üçün rahat olur. Bir oyunçu almırsan, başa düşdün necə? Artıq oyunçu almırsan da, artıq pul xərcləmirsən. Mən xoşlayıram elə şey əslində. Biri həm müdafiəçi oynasın, axırıncı müdafiəçi, həm dayaq müdafiəçi oynasın, həm sol əla bir şeydir o. Mənə Berti Fox gələndə mən hücumdaydım, məni çəkdi, elədi winger. Sağ-sol winger elədi mən. Oysa. Oynaya bilərsən bu qart. Deyirdim ki, oynamıram ki, mənə fərqi nə, sürətim varsa niyə oynamıram ki? Mən neçə ildir Qarabağda Fransaya gedən STT-də hücumçu oynamırdım. Ronaldo zədələndi, 2-3 qabağa. Hələ həmin mövqedə fərqi nədir ki? Orada da açılmalar var, burada da açılmalar var, burada hərəkətli çox. Mən oynayanda Neftçidə sağ zaşinlik oynuyordum. Soldan Alessandro zədələnirdi, Ruslan soldan oynaya bilən, oynamıram, oynadım. Rəşad Abdullayevlə Kenanla 4 oyunda qırmızı aldı. Ruslan oynaya bilərsən, oynamıram.